Bugün səhər saatlarında Bakıdan Lerik istiqamətində hərəkətdə olan Mercedes Vito markalı minik avtomobili idarəetməni itirərək dəriyə aşıb. Hadisə nəticəsində avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli xəsarətlər alıb, 6 nəfər kişi cinsli şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilib, faktla bağlı araşdırma aparılır. Lerik rayonunda baş verən yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi açıqlanıb. Onlar rayon sakinləri 1985-ci il təvəllüdlü Hakim Mirzəyev, 2006-cı il təvəllüdlü Kənan Salmanov, 1965-ci il təvəllüdlü Fərhad Salmanov, 1990-cı il təvəllüdlü Pərviz Məmmədov və 35 yaşlı Sərxan və Səma Ağazadələrdir. Ucarın Müsüslü kəndində də ağır yol qəzası baş verib. Vaz 2106 və Nissan markalı avtomobillər toqquşub. Məlumata görə qəza nəticəsində xəsarət alanlar Ucar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ucar rayon mərkəzi xəstəxanasından bildirildi ki, bugün saat 11:10 radələrində Ucar rayon ərazisində baş verən yol nəqliyyat hadisəsi zamanı 3 nəfər, 2 kişi, 1 qadın Ucar rayon mərkəzi xəstəxanasına gətirilib. Onlara qapalı kəllə beyin travması, bədənin müxtəlif nahiyələrinin travması, açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 1964-cü il təvəllüdlü qadın pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. 1984 və 1996-cı il təvəllüdlü şəxslərin hər ikisi kişi, vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar. Baş vermiş faktla bağlı araşdırma aparılır. Bakıda isə mənzildən qadın meyidi tapılıb. Hadisə dekabrın 29-u saat 8 radələrində Xətai rayonu Şıxlinski küçəsində baş verib. Həmin ünvandakı mənzillərin birində kirayə yaşayan Cəbrayıl rayon sakini 1992-ci il təvəllüdlü Aytən Quliyevanın boyun nahiyəsində bıçaqla kəsik xəsarət olan meyid aşkar edilib. İlkin məlumata görə qadın özü-özünə xəsarət yetirib, baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparılır.